ilə bağlı rekordu başladıram, modelləşdirmə ilə bağlı izaha keçin. Bəli, məni dinləyən hər kəsi bir daha salamlayıram. Qarşınızda mənəm Məmmədov Tural və qismət olsalar əvvəldən bilmirik. Düşəcək suallara aid olan reportlarımız davam edir. İndi isə inşallah qismət olsa sizlərlə modelləşdirmə mövzusuna baxacağıq. Əgər bundan əvvəlki videolara baxmamısınızsa, biz artıq say sistemlərinə aid olan, verilən informasiyanın həcminin hesablanmasına aid olan suallara baxmışıq, hansı ki imtahana düşə biləcək çətin suallara. Yəni, zaten asan suallar yaza biləcəksiniz, onlar asan. Söhbət düşə biləcək və bizim edə bilməyəcəyimiz, nisbətən çətin olan suallardır. İndi bu suallardan modelləşdirməyə aid olanlardan da bəzilərinə baxacağıq. İlki necə suallardır, uşaqlar? Keçən dəfə də imtahana düşdüyü kimi, bu ildə bənzər sual düşə bilər. Qrafayt. Qrafayt 2-3 tipdə sual düşə bilər. İndi eyni sualları verməmək üçün mən sualı özüm yaradacağım. Sualda aydındır ki, biraz bəzi hallarda problem ola bilər. Çünki sualı şifahi verim, indi yaradıram. Tutaq ki, belə bir qraf vermişəm sizə. Təpələr bunlardır. 1, 2, özüm bilərək də rəqəm verəm ki, çaşasız. 4, 5 təpələrdir. Təpələr arasında da belə bir əlaqə var. Sual belədir. Yox. Bilərək də qoymamışım. İndi bu qrafdır. Sonra belə bir qraf əmələ gəlibdir. 1, 2, 3. Hətta imtahan sualını demək olar 80% bənzərini verəcəm. Sonra da 2, 3, 5, 4. Buradan belə bir dənə ox var, buradan bir dənə belə ox var, buradan bir dənə belə ox var, buradan belə ox var, buradan da belə ox. Bu birinci qraf olsun. Bu rum rəqəmlərine yazın ki, qarışmasın. Bu rum rəqəmlərinin ikinci qrafdır. Bu da ki, rum rəqəmlərinin üçüncü qrafdır. Sualımız isə belə. Deyirəm ki, birinci qrafda olan birlərin sayı ilə ikinci və üçüncü qrafda olan sıfırların sayılarının cəmi bir-birindən nə qədər fərqlənir? Birinci qrafın qonşuluq matriksində olan birlərin sayı ilə ikinci qrafın qonşuluq matriksində olan sıfırların və üçüncü qrafın qonşuluq matriksində olan sıfırların sayı cəmi bir-birindən nə qədər fərqlənir? Yəni, burada olan sıfırların sayını tapırsınız, burada olan sıfırların sayını tapırsınız, cəmləyirsiniz və burada olan birlərlə müqayisə edirsiniz. Nə qədər böyükdür və yaxud da nə qədər kiçikdir. Sualı konkret qoymuram ki, şifahi vermişəm, əmin deyirəm sualın cavabını. Sizlərlə birlikdə həll elədiyiniz cavabı da görəcək. Yoxdursan, bax, birinci qrafdakı birlər, ikinci və üçüncü qrafdakı sıfırların sayını tapdın. İkinci və üçüncüdəki sıfırların sayını toplayırsan, buradakı birlərin sayını müqayisə edirsən. Birincidən nə qədər böyükdürlər, yaxud da nə qədər azdırlar. Yenə deyirəm, sual sıfırların sayına da bağlı ola bilərdir. Hər cür. Artıq bu tipdə imtahan düşübdür, ikinci imtahanda bundan düşəcəyini düşünmürəm. İkinci imtahan üçün başqa təxminim var. İkinci imtahan məncə nəzərə dair. Yox, nəzərə satışam mən. 4 dənə çox nəzərə düşür. İkinci imtahanda bir sənə düşəcək. M1, M2, M3, M4, o tərəfdə A, B, C, D uyğunlaşdırmaq. Hansı təpə, hansı təpədir? Sonra da A-dan E-yə qədər məsələn yolun uzunluğunu tapar. Belə bir sual gözləyin. Belə bir sual gözləyin. Elə bir sual gözləyin. Ona aid işləyəcək. Yəni, buna aid ehtimal işləyək. Birinci qrafda olan birlərin sayı ilə ikinci və üçüncü qrafda olan sıfırların sayılarının cəmi bir-birindən nə qədər fərqlənir? Siz danışmağa baxın, əslində cümlə aydın. Biz rekordu başlatmışdıq da. Sürətdə olun, 2 dəqiqəniz var həll üçün. Ben görməsini kimləsin. Mən buradayım, Ahmin buradadır, Aytan buradadır, Əziz buradadır, Fuat buradadır, İbat buradadır, Kənan buradadır, Sirat buradadır. Mən dərsdə yoxdur. Elcan bir dərsim var. Fuat, sən niyə yeni gəlmədin ki? Fuat, Əziz. Biz riyaziyyatımız var idi. Riyaziyyatdan çıxdıq. Yolda vaxtım çox gedir. Yolda Zoom-dan qoşulun, biraz internet alın. Naşıqda taxa bilərsiniz və yaxud yan-yana gəlirsiniz. Evləri zolda uzaq deyil. Belə eləməyin. Nəyəni çağırmışım, nəyəni gəlin. Uşaqlar.
Sizin ki əyəni gəlmə imkanınız var. İndi uşaqlar Nərimanovda yaşayır. Onlar gələ bilmir. Sən nə olur? Mən sizə gəlməyim 1 saatdan artıq olur. Velosiped falan al da dostum. Al, Bir yox, yəqin ki var. Ondan həftə istifadə edir. bir həftəyə dözgəyim də istədi qalır. Özün üçün al da, həm də sağlamlıqda nə ziyanı var axı. Velosiped çalır, ümumiyyətlə al. Çox vacibdir. Evdə olsun. Tapdınız? Sonra bax, bitdi. Birinci qrafda olan birlərin və yaxud da sıfırların sayını tapaq. Mən bu qonşuluq matrisini qurmadan birlərin sayını necə tapa bilərəm? Neçə dənə til var burada uşaqlar? 1, 2, 3, 4, 5, 6, 7 dənə til var. Razısınız? 7 dənə til var. Hər bir til neçə dənə bir əmələ gətirir? 2 dənə. Çünki bir dənə buradan bura bir əmələ gəlir. Bir dənə də 2-dən birə bir əmələ gəlir. Deməli, 7 dənəni vuracam neçəyə? 14-ə. Deməli, burada neçə dənə 1 var imiş? 14 dənə 1 var imiş. Əgər səndən həm də sıfırların sayını sorursaydı, onda nə edərdin? Təpələri sayardın. Görərdin ki, neçə dənə təpə var. Gəl, yaxşı, o sualı biraz da böyüdək. Tutaq ki, elə bir şey də soruşurdu. 1, 2, 3, 4, 5 dənə təpə var. Deməli, 5 vur 5 neçə dənə kanalı? 25 kanalı bir qrafdır. Bunun 14 dənəsi 1-dirsə, 11 dənəsi deməli 0 imiş. Bura qədər aydındır. Nəysə, bizə buradakı birlər lazımdır. 14 dənə. İndi neçə dəfə var burada? 3 dənə. Neçə til var? 3 dənə. 3 dənə til neçə dənə bir əmələ gətirir? 6 dənə. İmmunitet neçə dənə kanası olacaq bunun? 9 dənə. 6 dənəsi 1-dir, neçə dənəsi 0-dır? 3 dənə burada 0 var. Burada da yenə 1, 2, 3, 4 dəfə var. 16 dənə xana eləyir. 16 dənə xanadan 1, 2, 3, 4, 5 vur 2. Yəni 10 dənəsi 1-dir, neçə dənə 0 qaldı? 6 dənə 0 qaldı. 6 dənə 0 burada, 3 dənə də 0 burada. 9 dənə 0. Burada da 14 dənə 1 var. Deməli, neçə vahid böyümüş? Yəni 5 vahid böyümüş. Elə tapırsan? Sən nə tapırsan? Sən nə tapırsan? Təpələr var. Təpələrdən çıxdım. 1, 2, 4, 5 deyil. 5'i oradan 2'ye. Niyə bu sanki 5 2-yə vurasan? Bir belə düşün də. Bax, sən tilləri sayırsan. Tilləri sayırsan. Sən buradan bir dənə belə şey basır. Buradan bir dənə belə bir şey basır. O elə bir şey ola bilərmi ki, məsələn, bax, bu təpəni atıram da, 2 dənə qonşusu var, 4 dənə qonşusu var, bunun 3 dənə qonşusu var. Necə ola bilər ki, bunlardan çıxan əmələ gələn birləri eyni olsun? Ola bilər. Deməli, mən nəyə saymalıyam? Tilləri saymalıyam. Hər til 2 dənə əmələ gəlir. Bir dənə gəlir. Başa düşdük? Buna ait bir dənə də verirəm. Hamını başa düşmək üçün. Ondan sonra gedirik. Sirat, başa düşdünmü? Sirat, Amin, İbad, Aytən. Bəli, müəllim. Müəllim, müəllim. Yaxşı. Onda bunu hamı əldə eləyir və cavabları artıq göndərirsiz. Bir-bir baxacam. Niyə göndərmirsiniz uşaqlar cavabları? A, B, C, D, G, F. Beğendim. Yaş bu W olsun. W daha olsun. Yani bu da O olsun. Yani 2 dənə ayrı qraf. İkisi də istiqamətlənməmiş çəkisi qraflardır. Sual belədir. Bu D'dir, bu O'dur. Bu O'dur. Sual belədir. Birinci qrafdakı birlərin sayı ilə ikinci qrafdakı sıfırların sayını müqayisə edin. Sual taparkən bütün qraflarda olan birləri və sıfırların sayılarını mənə göndərin. Məsələn, birinci qrafda deyirsən ki, filan qədər 1 var, filan qədər 0 var. İkinci qrafda filan qədər 1 var, filan qədər 0 var və cavab da budur. Bu formada mənə cavabı göndərin. Sürətli ol. Cavabı göndərmək üçün cəmi 4 dəqiqəniz var. Bunu seçməyə ehtiyac yoxdur yuxarıda. Buradan da saya bilərsən. Vaxt aparıraq. Onu niyə seçirsən? Zaten rekord var, rekorddan baxacaqsınız.
Sən 5-in yarısı çıxırdın. Dərs neçəydi? 4-ün. Neçə qalacaq dərsin? Yarısı. Birinci de bir sayılı, ikinci de sıfırlar sayılı. Tapdın. Hamı göndərsin uşaqlar. Mesaj eşitmirəm. Göndərib. Bir bax göndərməmisən. İmran. İmran hanı ümumiyyətlə? Buradadır. Sonra hanı İmran? İki ders. Qoy, qoy. İmran niyə yox? Heç əyni gəlməyə çalışır. Elə deyəcəksən, sən 9-a qədər saxlayacaqsan, məni görmə. İmran. Sabaha yöneyim. Qalar, getdik. Nəsə İmrandan bir xəbər çıxmadı. Həll. Ben görüm kimlər göndəribdi. Kənan göndərib. Fuad, sən niyə göndərmədin? Fuad, Amin. Sonra kim var? Aytən. Müəllim, İbad. mən bunu başa düşmürəm. Başa düşmürsən Aytən, bir də soruş da. Niyə soruşmursan axı? Nə bilim mən. Onsa demədiz düşməyəcək, onun üçün əziyyət verməsin. Düşməyəcək. Ay Aytən, sən çox yaxşı düşünmürsən. Bu nə deməkdir? Nə düşməyəcək? Elə şey olur. Ay Allahın işi gəldi düşdü. Biz bir ehtimal edirik. Də heç vaxt deyə bilmərik o düşməyəcək. Elə şey olmur. Həm də sən informatiya müəllimi olmaq istəyirsən. Sən bunu 100% bilməlisən. Nə şey olmaz. Fuad, sən niyə yazanmadın bala? Ben nəsə qarışdırdım evdə. Təzdən deməyə çalışıram. Fuadla Aytənlə davam edirik. Aytən, burada neçə Bəli, təpə var? Neçə təpə var burada? 1, 6. 6 təpə var. 6 təpədən ibarət mən qonşuluq matriksi qursam, burada neçə dənə xana olacaq? Heç kim deməsin. 14. 49. Ay, Ay 36. 36 dənə xana olacaq. Aydın, niyəsi aydındır? Bəli, bəli. İndi sən nə bağla 1 yazırsan? Məsələn, A-dan B-yə yol varsa 1 yazırsan, eyni zamanda B-dən A-ya yol varsa 1 yazırsan. İndi burada Bəli. istiqamət yoxsa, deməli həm A-dan B-yə yol var, həm B-dən A-ya yol var. Onda bir dənə til, neçə dənə bir əmələ gətirir? 2. Neçə dənə til var indi burada? 1, 2, 3, 4, 5, 6, 7, 8. 16. 8 til var. Tamam. Hərəsi neçə til əmələ gətirdi? Bir əmələ gətirdi daha doğrusu. Onda 20 dənə 0 var. 16-da 1 var. Bəli, 16 dənə 1, 20 dənə də 0 var. Başa So, düşdüm. başa düşdün indi. İndi başa Yoxsa da düşdüm. burada nə var? Bəli. Sən beynində fokuslayırsan ki, mən bunu başa düşməyəcəm. Elə eləmə, bacararsan. Fuad, indi Tamam, səndən bildim. getdik. Burada neçə dəfə var Fuad? 8 dənə mən. 8 dəfə 64. var. 64 xana əmələ gətirir, bəli. Neçəsi 1-dir bunu, necə tapacağam? Tillərin sayını. Neçə til var? 1, 2, 3, 4, 5, 6,
7, 8, 12 dənə, 12 dənə tir var. Neçə dənə bir əmələ gətir 12 dənə tir? 24 dənə. 24 dənə bir əmələ gətir. Daha sağ ol. İndi mən burada dedim ki, sıfırların sayı. Burada neçə dənə sıfır oldu? 40 Sıfırları dənə. necə taparam? 40 dənə sıfır. Ay sağ ol. Burada 40 dənə sıfır var. Burada neçə dənə bir var idi? Hansında? Yuxarıçında. 16 dənə yazdı da mən. 16 dənə 16 bir var. dənə. 20 dənə. Nə qədər? Burada 11 dənə 16. tir var. Səs saydı. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Bak 11 dənədir dostum. Niyə bu səhv vermişim? 22 dənə olur 11 onlar. dənə düzdürmü? Başa düşdünüz ondan 22, sual. 42. Qalanı ayrı toplama çıxmadı ki, burada neçə dənədir, burada neçə dənə, nə qədər fərq var. İndi qrafa düşə biləcək digər imtahan sualınızı verəcəm sizə Diminçindən elə, Dimin test oblusundan. 18-ci sualdır. Səhifə neçədir o? Sonra biz qrafa baxırıq. Qrafa bunlar. Səhifə 35. Bir digər imtahan düşə biləcək sual. Diqqət. Baxın uşaqlar. Sən səhifə 35. Gözlüyüm. Onda eyni deyil bunlar. Tapdım. Bir dənə tapdım. Sadədən başlayalım. Belə bir sual verilib uşaqlar. 24-cü sual. 24-cü sual həll eləyin. Dim kitabı olanlar dim kitabından açsınlar, həll eləsin, özlərini yormasınlar. Bura baxmaqla. Üç dəqiqə sonra bir yerdə edirik. Bacararsan sən. Ərinirsən. Bacararsan, bacararsan. Yaz. Əriməyin. Sana yaz. Nə? Real həyatda tətbiqini soruşursan. Şəhərlər arası məsafənin tapılmasından, qısa yolun tapılmasından, şəhərlər arası məsafənin təyin olunması. Bunun nə gərəyi var? Sən sadəcə sual düzəltmək üçün dedilər ki, orada sən ABC-nin orada M1, M2, M3-dən hansı olduğunu müəyyən etsən. Suallar yadda gəldi necə eləyirlər? Hə. Belə sual, asan sualdır, çətin bir şey deyil. O müəllim neçənci sual yazırıq? Tamam, sən 24. Bəli müəllim. Bayaqdan buradasın, təzə qoşulmusan. Mən təzə qoşuldum. Yaxşı eləmişsən. Öz dərsimiz olacaq öz yerində. Aha, tamam. Bununla qoşulub çıxma. Baba, vaxt gedir. Son bir dəqiqə.
Vaxt bitti. Diqqət. Bu tip sualları işləyən zaman nəyə diqqət etməliyəm? Təpə sayına, düzdürmü? Hamının diqqəti məndə artıq daha nə işlədiniz, işlədiniz. A-nın neçə təpəsi var? 3 təpəsi var. B-nin 3 təpəsi var. D-nin 3 təpəsi var. C-nin 2 təpəsi var. H-ın 2 təpəsi var. F-in 3 təpəsi var. Y-nin 4 təpəsi var. C-nin isə 2 təpəsi var. Deməli, mən təpə sayına görə ən fərqli olan burada neçədir? 4-dür. Deməli, mən asanlıqla 4-ün hansı olduğunu tapa bilərəm. Asan da olsun, deyə gəlin buradan təpə sayını yazaq. 2 dənə təpə sayı burada. Burada 2 dənə. Burada 3 dənə. Burada 2 dənə. Burada 3 dənə. Burada 2 dənə. 3. Hansı? Bu mu? Bu mu? 2. 3 dənə düzdür sənə. 3, 2, bu oldu. 3, 2 və ən sonda 4. Deməli, 4 olan yalnız bir dənə var. Deməli, M8 nədir uşaqlar? Y-dir, düzdürmü? M8-in yerinə bir dənə Y yazırım. Burada da M8-in yerinə Y yazırım. Artıq məndə M8 bəllidir. Mən də baxıram, F məntəqəsindən H-a istəyir. Deməli, mənim tapmalı olduğum ən əsas F-dir və H-dır. İndi diqqətli olmalı olduğum nədir? Başqa mən necə bir təpəni tapa bilərəm? Gəlin əvvəlcə qaydanı tapaq, ondan sonra necə tapa biləcəyimizi müəyyənləşdirək. Burada yeganə C-dir ki, 2 təpəli olan, 2 dənə 3 təpəlinin nəyində yerləşir? Arasında yerləşir. Yox. 2 dənə 3 təpəlinin arasında yerləşən başqa 2 təpəli var? Yox. Deməli, 2 dənə 3 təpəlinin arasında yerləşən 2 təpəli bizim nəyimizdir? C-imizdir. İndi görək, hansı 2 təpəlidir ki, 2 dənə 3 təpəlinin arasında yerləşir. Bəli, M2 2 təpəlidir. Onun qonşularından biri M1-dir, 3 təpəlidir. Digəri M3-dür, o da 3 təpəlidir. Deməli, elə bizim C-miz nədir? M2-dir. C-miz M2. C-ni də tapdım. Deməli, tapmışam Y-ni, bir də C-ni. İndi Y ilə C ilə qonşu olan 3 təpəli elə nədir? 3 təpəli hansıdır elə? Adı bir dənədir? F-dir. Ay, sağ ol. İndi. Deməli, mən A ilə F-i konkret hələ ki müəyyənləşdirə bilmirəm. Ona görə baxıram. C ilə indi qonşu olmayan 3 təpəlilər. Bunlar hansılardır? Olmayan 3 təpəlilər. B ilə D-dir. Buradan bir şey çıxartmaq olar. Gəlin də bu. Tepdə daha belə. Deməli, əvvəlcə gəlin Y ilə qonşu olan və C ilə qonşu olan 3 təpəliləri tapaq. Bunlar hansılardır? Yəni M1 ilə, M2 ilə və M8 ilə qonşu olan 3 təpəlilər. Hansılar? M3 ilə nə? M3-ü ad tapmışsan. Hardan tapırsan? Ay, sağ ol. Mən 3 təpəlilərdən A ilə F-i bu baxımdan fərqləndirə bilərəm ki, A-nın qonşularına bir 3 təpəsi var, birinin 4 təpəsi var, digərinin isə 2 təpəsi var. Amma F-in qonşularından birinin 4 təpəsi var, qalan ikisinin 2 təpəsi var. Bu baxımdan fərqləndirsəm mən baxacam ki, aha, M3 nədir? A-dır, bəli. Sonra başa düşdünüz qaydan. Çox uzatmayacağım. Əsas mən qaydanı izah etmək istəyirəm. Bu məntiqlə bütün təpələri tapırsınız. Əsas hansı təpələri tapmalısan? F-i tapmalısan, bir də H-ı tapmalısan. Ondan sonra sizə inşallah ki, alınacaq. Belə, getdik. Amma da istiqamətlə. İstiqamətlə.
Bu qayda ilə bunu həll edirsiniz. Bunları həll eləmək yolunu bildiniz. Sinlə uzunluğu da aradakı məsafədir də. Məsələn, M6 ilə tutaq ki, M5 yapmışsan. Aradakı məsafə 13. Ciddi uşaqlar. Bu tipli sual verirəm. Amma sual şərtini biraz dəyişəcəm. Siz sadəcə şərtə baxın. Suala baxın. Yəni bura bax, qrafa baxın. Qalan hissələr dəyişəcək. Buradan belə bir sual düşə bilər ki, A-dan M-ə neçə yolla getmək olar? Bu uşaq sualdır, bunu vermirəm. İkinci, A-dan M-ə filan təpədən keçərək neçə yolla getmək olar? Bir də filan təpədən keçmərək neçə yolla getmək olar? Keçmərəklə getmək asandır. Elə həmin neyinirsən o hissəni? Dairəyə alırsan, ləğv edirsən, qalanlarını sayırsan. Amma keçərək deyəndə iş biraz maraqlı olur. Ona görə sual belədir. A-dan M-ə buradakı qrafda C-dən keçərək neçə yolla getmək? A-dan M-ə C-dən keçərək neçə yolla getmək olar? Sualınız budur. C-dən keçməliyəm, A-dan M-ə gedəndə. C-dən keçmədən getmək olmaz. Necə gedə bilərəm? Baxın gör. Hələ bunu da tapıb gedə bilərsin. Amma ancaq fərdi yazır. Altı. Sənə tapdım. C-dən keçərik. O versən düşürsən. Ne olmaz. Özür dilərim. Balaca özgürlüğünü sevirsən. Niyə yaramaz? Yaramaz. Sən güclüsən. Sən bizim ən güclü tələbələrimizdən birisən. Bu heç bir yaddan çıxartma. Mən düşünürəm ki, sən hamıdan çox yaza bilərsən. Niyə yazmıyorsun? Hamının gördüyü sual sən 2 dəfə görmüsən. Və kifayət qədər yaxşı yürür. İmtahan sən biraz ruhdan saat edir balaca. O da xəstəliklə bağlı olduğunu imtahan özün bilirsən. Ruhdan düşmür. Özür güvən. Saat 9. Var, vaxt bitdi. Diqqət. Mənə lazımdır A-dan M-ə getmək və C-dən keçmək. Ona görə mən C-dən keçməyən bütün yolları kəsib atacağam. Məsələn, məndə bu D-dən aşağı gedən yol, bəyəm C-dən keçir? Keçmir. Heç bir formada keçmir. D-dən aşağı gedən yol C-dən keçmir. G-dən aşağı gedən yol C-dən keçmir. Qalanlarına baxıram. A-ya deyirəm 1. D-yə, D-dən C-yə getmək olurmu? Bəli, onda D-nin qiymətini tapa bilərəm. Baxıram, Y-dən C-yə getmək olurmu? Bəli, onda Y-nin qiymətini tapa bilərəm. Y deyirəm 1. Fərdə diqqətim burada. Artıq A-dan bu yandan gələn yol da D-dən keçir, bu yandan gələn yol da C-dən keçir. Onda D-nin qiymətini 100% tapmalıyam. D-nin qiyməti nə oldu? 2 oldu. İndi C-nin öz qiyməti. C-yə 2 dənə yolla buradan gəlmək olar, bir dənə də yolla buradan gəlmək olar. Elə hamısı C-dən keçəcək, ona görə C-nin qiyməti hələ ki 3-dür. İndi, bax, diqqətli ol. Mən buradan C-yə geçsəm, problem yoxdur. B-yə geçsəm, problem yoxdur. Amma buradan B-yə gedəndə mən C-dən keçmirəm. Ona görə bu getdi. Bax, fikir verirsiniz. Əvvəldə rahat görünənləri sildim. Rahat görməyənləri nə vaxt silirəm? İzahı davam elədiysə silirəm. İndi onda B-nin qiyməti yalnız neçə oldu? Hələ ki 3 oldu. İndi B-dən C-yə gələndə mən zaten C-dən keçib gəlirəm deyir. C-dən keçməyənləri atmışam deyir. C-nin qiyməti 3-dür. F-i tapmaq istəyəndə F-ə 3 dənə yolla buradan gəlmək olar. Onsuz da B C-dən keçirdi, C də C-dən keçirdi. Burada C-dən keçmiş olacaq. 3 dənə buradan, 3 dənə buradan, 3 dənə də buradan yazmışamsa, neçə dənə oldu? 9 dənə oldu, bəli. İndi bu 9 dənə.
İndi mən tapmaq istəyirəm, tutaq ki, J-ni. Bəli. Yox. H zaten sayacağıq. Zaten H zaten sayacağıq. H yaddan çıxmış olar. H zaten sayacağıq. C-dən keçib H-a gəlmək olur. H neçədə onda? 3-dür. O birlərini saymıram çünki onlar heç biri C-dən keçmir. 3 dənə də burada var. Deməli 3, 3, 3, 3. Düz deyirsiniz. 4 dənə 3 var. Nə qədər elədi? 12. İndi J-ni tapıram. Buradan gələnlər bəli, o C-dən keçirdi bura qədər. Buradan gələnlər də C-dən keçirdi. 6, 12 də var idi. 18. 18-i neçəyə vuracam? 3-ə vuracam. Nə qədər elədi? Onu sayarsan 15 hesabı. Neçə vurur? Bax, 18 belə də gəlir. 18 belə də gəlir. 18 belə də gəlir. 3 dənə 18. Hadi. Kim 54 almışdı? Başa düşdü uşaqlar, zoomdan qoşulanlar. Bəli. Hə, Bəli. indi fərdə gedə bilərsən. Qalanlar o bu sualı işləyirsən. Biz niyə getmirik? Siz niyə getmirsiniz? Çünki sizin işiniz hələ çox. Bizim sağ ol. Fərdə, amma sən də hansı şərtlə getdiyini bilirsən də? Yox, hansı şərtlə getdiyini bilirsən də? Dərsə baxmaq şərtlə bilirsən. Ay mən xəstə durub burada baxıram. Getdik. O Fəridə hazırlığa gedir uşaqlar. Hazırlığa gedəndə başa düşür. O da çünki onun dərsidir. Mən sizə deyəmərəm ki, informatikanı öyrən, o fənləri öyrən. Bu haqsızlıq olar. Bəs bu sualın bir sualı eynidir. Niyə belə? Eyni qraf verir. O da tənbəllik eləməyin. Anladın mən asıl oldum. Gözün görün. Ya başqa harda qraf var? Çətin qraf. Tapdım. Valla bilin ki, həmişə oxun istiqaməti bu tərəfdədir. Oxlar biraz görsənmir, amma başa düşəcəksiniz. Sual belədir. A-dan elə C-dən keçərək deyirəm. Neçə yol olacaq? A-dan elə gedirəm, amma C-dən keçməliyim. Tapın və göndərin cavabları. Dəyişir. Yəni Niyə? G-dən keçək. Mən dedim, Bir dənə bu səhvlər. olsun da. Keçək yox. Bir olsun sonra. A-dan elə yerdən keçərək gedin. Sonra vaxt bitir, sürətli olar. Asan sualdır. Aha, paylaşım dayanmadı. Olmayacaq. Hə, işte, güzel. Buradan çıxmamalıyım, mən də ki, siz görəsiniz. Qaytaram. Unuttum ki, siz buradan baxırsınız. Hə.
Bax bitir. 2 dəqiqənin sonunda qaldı. Son 20 saniyə. Nəyə müəllim? Cavabı tapmağa. 20 saniyə A'dan mi? C'yə, A'dan L-ə, C'dən keçərək. Yazdın ayətən sən? Bunu Bəli. nələ indi yazıram. Bayaqdan nəyə baxırdın bəs? Vallahi heç nəyə baxmırdım. Niyə yazmadın ayət? Mən prosta eşitməmişəm, görmədiniz. İndi baxdım ki, dayanmısınız, nəyə dayanmısınız? Soruş da bəs. Soruşdum da müəllim bəs. Bax bitdi. Diqqət. A'dan L-ə gedirəm, C'dən keçərək. Deməli, C'dən keçməyən Ruslan da dediyi kimi yalnız burada 2 dənə yol var. Bir bu yoldur, C'dən keçməyən, bir də budur. Qalan hamısı olsun C'dən keçəcək də bura gələndən sonra. Çünki oxların hamısı C'yə gəlir. Gəlin hesablayaq. A'da oldu qiymət 1. B'də qiymət oldu 1. İndi Z'də qiymət neçə olacaq? Onu tapmaq üçün əvvəlcə D-ni tapmaq lazım. Nəysə, Y-ni də tapıram, Y-də də 1-dir. Onda D neçədir? 1, 1, 2. Z-ni tapmaq istəsəm 2 dənə buradan, 1 dənə buradan, 1 dənə də buradan. Neçə olur Ruslan? 4. Ay sağ ol. F-i tapmaq istəsəm 4 dənə buradan, 1 dənə buradan, 5. G-ni tapmaq üçün bütün hər şeyi tapa bilərəm, amma əvvəlcə H-ni tapmalıyım. H da 1-dir. 1 o da 1, 2, 2, 4, 4, 8, o da 5, 13. 13 dənə gəldi bura. 13-ə vuram çünki 13 dənə buradan belə, 13 dənə buradan belə, 13 dənə də buradan belə, 39. Elə olan var. Bu da belə. Bu da oldu qrafa aid düşməyi zənn elədiyimiz, yəni düşməyini zənn elədiyimiz suallar. Bir də belə ola bilərdi ki, məsələn, C-dən keçsin, tutaq ki, H-dan keçməsin. Onda C-dən keçsin, H-dan keçməsin desəydi, H-dan nə edərdim belə? Dairə apardım, apardım, H-ın qəti hesablamazdım. İndi onda hesablayardım. Bu asan. Yəni, hardan keçsin? Neçə? 36. 12 olur axı ora. Dəqiq. Niyə? 1, 1, 2, 2, 4, 4 da burada, 8, 8, 5, 13. Haran səhv eləmişik məsələn? Bu 2-dir, dəqiq. Buradan 2 dənə gəlir, buradan 1 dənə gəlir, buradan da 1 dənə gəlir. Bu 100% 4-dür. Yox, düzdür.